gecə xüsusilə çox əzəmətli bir gecədir. Və bu gecənin əməllərinin birincisi qusl eləməkdir ki, elə bu gecənin niyyəti ilə qusl edilər. İkincisi, 2 rəkətli namazdır. Əs-salah, əs-salah, əs-salah. Bu gecənin namazını və yaxud da Qədir gecəsinin, Əhya gecəsinin namazını qılıram qurbətən ilallah. Həmd surəsindən sonra 7 dəfə İxlas surəsi oxunur, 2-ci rəkətdə də həmçinin və namazı bitirdikdən sonra 70 dəfə oturduğumuz yerdə də deyə bilərik, səcdə halında da deyə bilərik. Əstəğfirullahə və ətubu ileyh. Allahım, etdiyim günahlardan peşmanam və günahlarıma görə səndən üzr istəyirəm, tövbə edirəm, tövbəmi qəbul et deyə söyləyirik.